sözü gətirdiniz. Var olun, Allah sizə ömür versin. Və tam bu məqamda sözü verirəm səbəbkarımıza. Gürültülü alışlar istəyirəm. Akşamınız xeyir olsun, değerli qonaqlar. Mən alqışsız danışa bilmirəm. Çox rica edirəm, sağ, sol tərəf. Gürültülü alqışlar səslənsin. Bilirsiniz ki, mən dünyaya gələn gündən mənim anam Səkinə xanım məni bol enerjiyle dünyaya gətirib və maşallah olsun ki, bu enerji tükənmir. Mamışqa, Səkinə xanım, öpürəm sənin gözlərindən, əllərindən. Nə yaxşı ki, sən mənim anamsan. Bir anam üçün gürültülü alqış səslənsin. Və sizin qarşınızda mən Fatimə bu günləri sizi bura dəvət etdim. Çünki bilirsiniz, mən ümumiyyətlə elə bir insanam ki, sevirəm musiqini, sevirəm dostları, sevirəm gülməyi, sevirəm ki, mənim dostlarım da hər zaman sevinsinlər, gülsünlər. Və arzu edirəm ki, hər kəsin hər zaman şad gün olsun. Dostlar, xoş gəlmisiniz. Mənim dəyərli xanım dostlarım, mənim dəyərli bəy dostlarım. Bəzən mən özümə bir erkek Fatma kimi deyirəm, çünki mənim yaxşı mənada yaxşı kişi dostlarım da var. Sizi alqışlayıram, sizi öpürəm, yaxşı ki sizi tanımışam, yaxşı ki varımsınız. İnşallah bu yeni yaşım da mənə düşərli olacaq və nə arzularım varsa özümə arzu edirəm ki, şükürlər olsun ki, hər anıma şükür eləyən insan olmuşam və şükür edirəm ki, mənim bu yaşıma qədər maşallah olsun ki, dəyərli əziz qonaqlar, mənim gözəl övladlarım var, mənim gözəl qızım Aydanım var, mənim dəyərli övladım gələcəyin igidi, əskəri Hüseyin balam var. Mənim nəvəm var, Zəhraman alqışlarınız. Belə nə olar? Alqışları eşitmək istəyirəm. Və İlahi xanım, sizə təşəkkürüm edirəm. Çox sağ ol ki, bugün mənimlə birlikdəsiz. Bugün mənim Vüsal, dəyərli dostum, bu gözəl şans